Həftəlik bürcülər 19 yanvardan 26 yanvara doğru od ünsürlərini, qoçlar, şirlər, oxatanları nələr gözləyir? Baxaq, birinci qoçlardan başlayaq. Qoçlar, bu həftə başınızın üzərində olan günəşin sizə heç bir enerji olaraq təsir olmayacaq. Sanki bilirsiniz necə olacaq? Daim buludların altında olacaqsınız, daim kölgədə olacaqsınız, daim qaranlıqda özünüzü hiss edəcəksiniz və hər şeyə çox mübahisəli, sərt, aqressiv fonda yanaşmalarınız ola bilər. Yəni sizin o qədər aqressiv fonda yanaşmağınız, düşünmədən danışıqlarınız, düşünmədən hərəkətləriniz həm gələcəyə doğru planlarınızı, həm də özünüzü ifadə etməklə, özünüzü aktivləşdirməklə bağlı boşluqda olacağınızı göstərir. Ailə ilə bağlı bəzi danışıqlar, bəzi fikirlərin, düşüncələrin qabağa çəkilməsinə əlaqədar olaraq yarımçıqlar o qədər çoxdur ki, biz onları kəşf etməyimiz, onları zaman çərçivəsinə doğru gücləndirməyimiz biraz boş məqamda olacaq. Hal-hazırda elə bir məqamdayıq ki, sizin beyninizin qarma-qarışıq olduğu bir vəziyyətdəsiniz və bu vəziyyətin qabağını almasa, siz fevralın 11-dən 12-sinə qədər eyni stabillikdə davam edə bilərsiniz və bu sizin özünüzü dərk etmə, özünüzü gücləndirməklə bağlı ciddi bir problemlər yaradacağına səbəb olacaq. Danışığımıza, hərəkətlərimizə, fikir və düşüncələrimizin planlı olmağına fikirməliyik. Qoçlar, bu həftə böyük bir maddiyyat sferasının aktiv olduğunu görmürəm. Deyim ki, dəhşətli bir maddiyyat sizə doğru gələcək, amma bunu özlüyünüzü gücləndirə bilərsiniz. Ümumi həftəni dəyərləndirsə 71%-ə qədər həftəviz uğurlu ola bilər, amma bu tam uğurlu bir həftə deyil. Şirlərə gələndə şirlər həftənin önlərində həftənin birinci və ikinci günlərini çox zəif formada, gücsüz formada aktivləşdirəcəksiniz və elə bir ümidsizliyiniz olacaq, parçalanmalarınız olacaq. Amma buna baxmayaraq həftənin sonlarını çox pozitiv, çox güclənmiş və yeni tanışlıq, yeni bir başlanğıc, özünüzü kəşf etməklə əlaqədar gücləndirməyiniz olacaq. Sadəcə olaraq həftənin cümə axşamına qədər bir balaca özünüzü motivasiya etsəz, özünüzü belə deyim də ruhlandırsaz, enerjinizi təmizləsəz, pul, maddiyyat enerjiniz zaten ətrafınızda aktiv dövriyyədə olacaq və gözləmədiyiniz məsafəcə uzaqlıqda ola bilər, məsafəli yerlərdə ola bilər və yaxud da transportla əlaqədar olacaq bir insanın həyatınıza yenidən girişi və yaxud da yeni bir başlanğıcı ola bilər ki, sizin həyatınızda böyük bir hiss və emosiyaların aktivləşməsinə səbəb olacaq. Maddisal özünüzü dərk etmə gözəldir. Sadəcə nəfəs yollarınızda, onurğavızda və qəribə bir şəkildə bilmirəm. Burun-boğaz sistemimizdə də tutulmalar, bəlkə də ola bilər ki, bu həftə bütün bürcülər üçün infeksiyon sisteminin aktivləşməsini göstərir və boynunuzun arxasında ağrıların normadan çoxluğu, onurğavızda olan narahatçılıqların sürətlənməsinə səbəb ola bilər. Ailənizlə bacarırsınızda daha çox vaxt keçirtməyi bu həftə məsləhət görürəm şirlər, çünki pozitiv enerji oradan gələcək. Ümumi həftəni dəyərləndirsək 78%-ə qədər uğurlu edə bilərsiniz. Oxatanlara gələndə isə oxatanlar biz yerimizin içində sayırıq. Keçmiş və gələcək nə vaxt gələcək? Gələcəyiniz hələ ki yoxdur. Yüklənmələriniz keçmişdən gəlir. Pulla, maddiyyatla bağlı problemləriniz, udarınız olacaq, aldanmanız ola bilər və yaxud da səhv işlərə, yatırım səhv işlərə, pul maddiyatla əlaqədar aktivləşmə edə bilərsiniz. Keçmişdən həyatınızda olan bir qadın, ana, bacı, tanış və yaxud da kimsə fərqi yoxdur, ümumi oxatanlara aid. Həmin qadının sizin həyatınızda problemi, zədəsi, narahatçılığı sizin daha da yüklənmələrinizi fevralın 6-sına qədər gücləndirəcək. Amma buna ehtiyac yoxdur. Biz nəfsimizi oxatanlar bu həftə idarə etməyə öyrənməliyik. Çünki nəfsimizi idarə etmədiyimiz şəkildə biz özümüz problemə düşərik və idarə qüvvəmizi, idarə gücümüzü daha da zəiflədəcəyik. Həftənin maddisal sfera baxımından biraz qabağa çəkilib həftənin sonlarına doğru maddisal itkinizi daha da gücləndirə bilərsiniz. Buna isə ehtiyac yoxdur. Ümumi həftəni dəyərləndirsək 67-68%-ə qədər oxatanlar həftəviz uğurlu ola bilər, amma bu o qədər də uğurlu deyil. Çünki keçmiş gələcəyinizi zəbt edib.